Səhər-səhər 9-a qalmışdı, belə qapı döyüldü. Gəlin ikiz uşaqlarla yoldaşı qışqırdı ki, bəs evimiz yanır da. Belə üstü basıb. Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb və ətraf evlərə keçməsinin qarşısı alınıb. Bildirək ki, yanğın zamanı evin bir otağı və eyvanı tamamilə yanaraq külə dönüb. Yanğın zamanı ev sahibləri yatmış vəziyyətdə olublar və onlar təxliyə ediliblər. Qapının ağzında qırmızı lent gördük. Bu nəsə bir həftə qabaq toy olub da, burada qız keçirib. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 55 kvadrat metr olan 2 otaqlı mənzilin bir otağının və eyvanının yanar konstruksiyaları 22 kvadrat metr sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.